Salamlayıram hər birinizi, əziz Xaçmaz Tinçi səhifəsinin izləyiciləri. Deməli, Quba bağlarından sizi salamlayıram. Hazırda gördüyünüz, yəni mənə çox suallar verilir. Yəni Pasenka üzərində, deməli Qarnem kökaltısında, yəni tək lider üzərində Pasenka çeşidi. Yəni Pasenkaya vurmaq olarmı, necədir? Yəni onun məhsuldarlığı, böyüməsi, yəni bunların hamısını istəyirəm çəkim sizə nümayiş etdirim. Noruz bəy, xoş gördük sizi də. İcazə verdiyinizə görə çəkilişə təşəkkür edirəm, minnətdaram. Biraz bunun barəsində, yəni necədir, yəni məhsuldarlıq necədir, yəni böyüməsi, inkişafı, yəni bunlar barəsində neçənci ilə gedir, yəni bu kökaltı? Paşinka sistemində Qarnem kökaltı ilə daha effektiv olur. Təbii ki, indi gördüyünüz mənə məxsusdur. Bu bir il bundan öncə əkilmişdi. Növbəti il bir 2 aydan sonra mart ayında bizim bu ağacların 2 yaşı tamam olacaqdır. Boy artıq öz sözünü deyir, baxırsınız. Yəni sonuncu da artıq tel. Bəli, sonuncu məhsulə çatırdır. Məhsuldarlıq da ki, təbii ki, Paşinka sistemində daha yaxşı olur. Biz birinci il demək olar ki, bu hektarından təqribən bir 2-3 ton arası məhsul götürdük. İndi növbəti il biz bu 20 ton, 30 ton arasında yəni gözləntilərimiz var. Təbii ki, inşallah Allahın köməyi ilə məhsuldarlıq öz sözünü deyəndən sonra təkrar çəkinti gəlib çəkərsin. İnşallah. Amma 5-in 3-ə sistemində məhsuldarlığı daha gec əldə etmək olur, nəinki Paşinka sistemində. Paşinka sisteminin düzdür, sahibkara ilk öncə vəsait xərcləməsi daha olur, biraz artıq olur. Amma sonraki zamanda bu xərclənilən vəsait daha artıqlaması ilə geri qaytarır. Ona görə ki, biz əkdiyimiz Paşinka sistemində lider üzərində sistemi qurulur. Bir lider üzərində qurulmuş sistem yan budaqları, yəni məhsul verən budaqları daha tez, daha rahatlıqla almaq mümkündür. Amma 5-in 3-ə olan sistemdə biz lider budaqlar 4 və 5 almaq məcburiyyətində oluruq. Bunun üçün də biz illər sərf etmiş oluruq. İllər deməli bir stol üzərində, bir lider üzərində aldığımız məhsulu biz 5-in 3-ə sistemində 2 il itirmiş oluruq. Həmən 2 ili düzdür, sahibkarın ola bilər vəsait ehtiyacı olar, yəni Paşinka sistemi qura bilməz. Amma 5-in 3-ə sistemindən mən daha çox məsləhət verərdim ki, Paşinka sistemində daha tez və daha çox bu məhsul almaq imkanı var. Bir də mən ting alan şəxslərə tövsiyəm olardı ki, bir çoxu yəni biraz ekonom eləyir. 1 metrəyə, 1.20-yə əkirlər. Daha məsləhət olardı ki, 1.5 əksinlər. Yəni 1.40, 1.5 kifayət edir. Belə arası nə qədər olacaq? 4 metrə kifayət edir. 4-ün 1.5. 4-ün 1.5-a, 1.40-a yəni əkilsə daha yaxşı olur. Çünki əks halda yay budaması daha tez-tez lazım olacaqdır. Yay budamasında da ki, təbii ki, fəhlə tapmaq biraz çətin olur. Sıx olur da, yəni. Bir çoxu da biraz tənbəllik edirlər, yəni ona biraz soyuq yanaşırlar. Düzdür, istəyirlər ki, tez və çox məhsul alsınlar, amma xərcləmək məsələsinə gələndə biraz simiclik edirlər. Ona görə də mən tövsiyə edərdim ki, 1.5 və 4 metrə Paşinka sistemində əksinlər. Çox son. Bir də çeşid hansı çeşiddir bunlar? Çeşidlər bizdə demək olar ki, kontekstdir. Kontensiya, Babilon, Osiris var. Yəni sırf Paşinka üzərində bunlardır, yoxsa ümumi? Yox, ümumi bağım. Yəni sərfəmsə nektarin də var idi burada, hə? Nektarin də var. Nektarin Viktordur, sonra Navamet, eyni zamanda Floya çeşidimiz var. Çeşidlərimiz çoxdur. Sadəcə olaraq məhsuldarlığı hələ tam çatmamışıq. Növbəti ildən bizə gözləntilərimiz həddindən ziyadə çox olmalıdır inşallah. Xeyirli olsun Noruz bəy, təşəkkür edirəm sizə də çəkilişə icazə verdiniz, minnətdaram.
İnşallah indi növbəti ildə də gəlib çəkiliş apararıq, yəni məhsuldarlığı, yəni kalibrini. Seyrəltmə aparılır yoxsa necə? Mütləq. Nektarində mütləq lazımdır. Şaftalda da eyni zamanda. Bilirsiniz, sahibkarlar özləri buna daha çox diqqət yetirməlidirlər. Budama sistemində məhsuldarlığı əgər çox saxlayırlarsa, təbii ki, o seyrəltmə vacibdir. Sahibkar özü bağına baxıb, özü yəni diqqət yetirməlidir. O göz qabağında olur, yəni zamanında. İlk öncədən indidən onu yəni tövsiyəsini vermək qeyri-mümkündür. Çünki çiçək açma dövründə ola bilər ki, çiçəyi saxlamaq olmaz. Budamadan bunlar hamısı budama zamanı özünü göstərəcək. Oldu. Çox sağ olun Novruz bəy, minnətdaram, təşəkkür Sağ olun. edirəm. İnşallah yenə də çəkilişlərimiz olacaq. Yəni bu bağdan məhsul vaxtı da çəkilişlər aparacağıq inşallah. Ola bilsin ki, seyrəltmə proseslərini də çəkib paylaşdıq. Məhsuldarlığı, yəni nə cürdür, fasikə, yəni təkliklər üzərində. İnşallah çəkilişlərimiz olacaq. Bizi izləyin, izləmədə qalın. Çox sağ olun.